Salam, hörmətli yoldaşlar. Müəllimlərin işə qəbul imtahanına hazırlaşan müdavimlər üçün və onlara dəstək olmaq məqsədi ilə texnologiyadan 5-ci sinif 1-ci mövzunun dərs izahını təqdim edirəm. İlk olaraq tanış olaq, texnologiya nədir? Texnologiya qədim Yunan sözü olub, texne, sənət, ustalıq, logos isə öyrənmək, elm deməkdir. Burada vacib məqam texne sözüdür. Çünki testlərdə bəzən E hərfinin yerinə başqa hərflər əlavə olunur və bizdə fikir ayrılığı yarada bilər. O zaman həmən sözə diqqət yetirək. Bəzən texne deyil, texno olaraq da yazıla bilir. Məhz o cür götürdüyümüz təqdirdə cavabımız səhv ola bilər. Texne yox, texne olaraq qeyd edirik. Daha sonra texnologiyanın tərifləri burada qeyd olunub. İnsan tərəfindən məmulat və xidmətlərin yaradılması prosesidir texnologiya. Burada məmulat sözünə də diqqət yetirin. Bəzən testlərdə məmulat yox, məlumat yazılır. O da səhv hesab olunur. Məlumat yox, məmulat olaraq götürməliyik. Daha sonra burada texnologiyanın digər tərifi də var. Maddənin, enerjinin, informasiyanın dəyişdirilməsinə və insanların tələbatlarını təmin etmək üçün bu prosesin öyrənilməsinə istiqamətlənmiş insan fəaliyyəti kimi başa düşülür. Əlbəttə ki, biz hər hansı bir məmulatı hazırlayarkən onu biz bir neçə mərhələdən keçirməliyik. İlk öncə biz məmulatın layihələndirməsini aparmalıyıq. Sonra onu hazırlayırıq və daha sonra isə istismara veririk. Keçid alaq, pəstah haqqında danışaq. Pəstah nədir? Pəstah hazırlanacaq detal üçün seçilmiş müəyyən ölçü materialıdır. Bizdən soruşulacaq ki, pəstahla detalı necə fərqləndirmək olar? Onların fərqi nədir? Bu zaman biz götürürük ki, pəstahla detal ölçüsünə görə fərqlənir. Yəni, pəstahın ölçüsü detalın ölçüsündən böyükdür. Bir pəstahdan bir neçə detal əldə edə bilərik. Daha sonra yığma haqqında danışaq. Yığma nədir? Detalların məmulat halında birləşdirilməsinə deyilir. Bəzən burada da sözlərin yeri dəyişdirilərək başqa bir formada variantlar salına bilir. Bu zaman məmulatın detallar halında birləşdirilməsi də yazılır. Bu hissəyə də diqqət yetirək. Detalların məmulat halında birləşdirilməsinə deyilir. Bəs texnoloji proses nədir? Texnoloji proses pəstahın məmulata çevrilməsi texnoloji prosesə ciddi şəkildə uyğun olmalıdır. Digər vacib məqam burada texnoloji əməliyyatlar haqqındadır. Baxın, burada qeyd olunub ki, məmulatın hazırlama prosesi bir neçə texnoloji əməliyyatdan ibarətdir. Bizdə testlərdə bu formada düşmür. Bizdən soruşur ki, texnoloji əməliyyatlar hansılardır? O zaman biz götürürük ki, pəstahın mişarlanması, deşiklərin açılması, məmulatın cilalanması, rənglənməsi və s. Növbəti vacib məqam. Pəstahın emalı və məmulata çevrilməsi üzrə əməliyyatların ardıcıllığını da bizdən soruşula bilər. Məhz bu sualda fikir ayrılığı yarada bilir. Nə ilə? Marşrut xəritəsi ilə. Çünki burada əməliyyatların ardıcıllığı sözü soruşur. Çünki marşrut xəritəsində də əməliyyatların ardıcıllığı sözü var. Eyni zamanda texnoloji xəritədə də var. Sadəcə olaraq burada nəyə diqqət yetirməliyik? Əgər cümlədə icra sözü varsa, biz marşrut xəritəsini götürürük. Yəni, əməliyyatların icra ardıcıllığını götürürük. Sadəcə əməliyyatların ardıcıllığını istəyirsə bizdən, biz həm marşrut xəritəsini, eyni zamanda texnoloji xəritəni götürürük. Yox, əgər cümlədə ətraflı sözü varsa, biz o zaman texnoloji xəritəni götürmüş oluruq. Cümlədə də qeyd olunduğu kimi, texnoloji əməliyyatların ardıcıllığı ətraflı yazılır. Hər bir əməliyyatın icrasında pəstahın qrafik təsviri verilir, tətbiq olunan alət və tərtibatlar göstərilmiş olur. Ən sonda aşağıda isə texnoloji prosesin tərifi qeyd olunmuşdur. Texnoloji proses pəstahın ilkin halından hazır məmulat əldə edilənə qədər onun üzərində görülən işlərin nizamlı ardıcıllığıdır.
Belə əziz yoldaşlar, dərsimizin sonuna çatdıq. Güman edirəm ki, sizin üçün faydası oldu. Əgər video izahımızı, dərs izahımızı bəyəndinizsə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.